Bugün süfrəmizin tacı, milli mətbəximizin incisi olan əsil Bakı şəkər burasını hazırlayırıq. İlk olaraq içliyindən başlayaq. Yarım kilo təmizlənmiş fındığı blenderdan keçirdirik. Üzərinə 200 ml stəkanla 2 stəkan şəkər tozu və 1 çay qaşığı hil əlavə edib qarışdırıb içliyi kənara qoyuruq. İndi isə keçirik xəmirinin hazırlanmasına. 1 kilo ələnmiş unun üzərinə 1 çimdik duz və 1 paket vanil əlavə edib qarışdırırıq. Ortasında bir oyuq açıb bura 3 ədəd yumurtanın sarısını və 200 qram yağlı xama əlavə edirik. Məndə xamanın yağlılığı 20%-dir. 300 qram əridilmiş kərə yağını da bura əlavə edirik. Yağ mütləq açıq rəngdə olmalıdır. Əgər yağınız sarı olarsa, şəkər buralarını sarı alınar. 150 ml ilıq süd götürürük və yarım çay qaşığından da az instant maya götürüb, südlə onu həll edib xəmirə əlavə edirik. Daha sonra da bu südü xəmirə hissə-hissə əlavə etməklə xəmir yoğururuq. Çünki südü xəmirə birdən-birə tökmək olmaz. Az-az əlavə edərək yoğurmağa başlayın. Hər unun su çəkmə qabiliyyəti fərqli olduğundan buna diqqət etmək lazımdır. Xəmirimiz plastilin kimi bərk və elastik olmalıdır. Yumşaq alınarsa, şəkər buraların naxışları itə bilər. Xəmirin üzərini örtüb cəmi 15 dəqiqə saxlayırıq. Çünki şəkər buranın xəmirini çox saxlamaq olmaz. İndi isə xəmiri 2 bərabər hissəyə kəsib, bir hissəsi ilə indi işləyəcəyik, digər hissəsini isə soyuducuya qoyuruq ki, mayalanma prosesi sürətlənməsin. Mən burada mətbəx tərəzisindən istifadə edərək xəmiri 40 qramlıq hissələrə bölürəm, daha sonra kündələr edirəm. Əgər siz şəkər buranızın daha da iri olmasını istəyirsinizsə, o zaman kündələri 43-45 qramla götürün. Kündələrin hamısını bir-bir hazır edib qoyuram salafanın altına, daha sonra bir-bir yaymağa başlayıram. Mütləq salafanın altında saxlayın ki, xəmiriniz qurumasın. İndi isə xəmirin kənarlarına biraz su gəzdirirəm ki, xəmirin kənarları açılmasın. Yəni burada su bir növ kley funksiyası daşıyır. Ortasına içlikdən əlavə edib kənarlarını birləşdirirəm. Baxın ki, içlik kənarlara toxunmasın, yoxsa şəkər buralarınız açıla bilər. Şəkər buranı bir neçə dəfə qaldırıb masaya çırpıram ki, içlik içərisində bərabər şəkildə paylansın. Daha sonra üzərini deşləkləyib yenidən salafanın altına qoyuram. Bu şəkildə hamısını bir-bir hazır edib salafanın altında saxlayıram. Daha sonra başlayıram kənarlarını bükməyə. Hamısını bu şəkildə bükdükdən sonra yenidən salafanın altına qoyuram. Daha sonra bir-bir başlayıram naxışlamağa.
Hazır şəkər buraları soba listinə qoyuruq və listin üzərində də hardasa 15 dəqiqə gözlədirik ki, xəmirin üzəri qurusun, yəni bişəndə şəkər buralarımızın naxışları itməsin. Sobaya qoymazdan əvvəl də yenidən iynə ilə üzərini bir neçə yerdən deşdəkləyirik və əvvəlcədən 160 dərəcəli isidilmiş sobada və listi sobanın ən aşağı mərtəbəsinə qoyaraq altı qızarana qədər bişiririk. Diqqət edin ki, üzəri qızarmasın. Və budur, şəkər buralarımız hazırdır. Ümid edirəm ki, bu videoda paylaşdığım kiçik sirlər sizin üçün faydalı oldu. Əgər videom xoşunuza gəldisə, zəhmətimə dəyər verib bəyənməyi və kanalıma da abunə olmağı unutmayın. Sizin hər bir rəyiniz, hər bir dəstəyiniz mənim üçün çox önəmlidir. Bayramınız da mübarək, əziz dostlar. Süfrəniz həmişə ruzu bərəkətli, ocağınız isə isti olsun. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Növbəti videolarda görüşənədək inşallah özünüzə yaxşı baxın, hələlik.